Qutabı belə bişirən az adam var, amma məncə sirri elə bundadır. Bu dəfə ikimiz də iş başındayıq. Birimiz xəmir yoğururuq, birimiz isə göyərtləri təmizləyirik. Burada kameraman refleks olaraq çəkib çəkmədiyini yoxlayıram. Göyərtlərin də indi təzə çıxan fəslidir. Elə gözəl göyərtlər almışıq ki, xəmiri yoğurub 20 dəqiqə dinlənməyə qoyuruq, o sırada göyərtləri təmizləyirik. Ölçüləri videonun altında qeyd edəcəyəm. Soğanları aypara şəklində doğrayıb qızardırırıq. Göyərtləri istəsəniz doğrayıb daha sonra da yuya bilərsiniz. Bu cür də asan olur. Sadəcə biz əvvəlcə sodalı suda saxladıq, yuduq, ondan sonra isə doğradıq. Qutabın tam fəslidir. Elə gözəl göyərtlər var ki, yəni bunlardan qutab hazırlamasaq olmaz. Bunu hamı etmir, amma düşünürəm ki, qutabın gözəl çıxmasının sirlərindən biri də elə baş soğanı tavada qızardıb əlavə etməkdir. Soğanı əlavə etdikdən sonra isə zövqə görə duz, istiyot, zirinc əlavə edə bilirsiniz və yaxud toz şirin bibər də əlavə edə bilərsiniz. Sonra yaxşı bunların hamısını qarışdırırıq, keçirik xəmiri yaymağa. Biz bəzilərini elə tək belə göyərti ilə, bəzilərini isə içərisinə belə kəsimik əlavə etdik. Yarısını isə qarın qutabı etdik. Yanına isə adika və sarımsaqlı qatıq hazırladıq. İnanırsınız elə dadlı çıxır. Elə bişən kimi də bitir.